Şəhidimiz Əliyev Əlifzədin qardaşının ocağındayıq. Bura gəlməkdə məqsədimiz ondan ibarət ki, onun yurdunda oturan, həmin o qardaşının evladı, bu gəncimiz bugün hərbi xidmətə yola düşür. Və onun istəyinə uyğun olaraq o bizim baş idarəmizə, Şafələt müəllimə müraciət etmişdi. Şafələt müəllim də biz yaxın olduğumuz üçün bizi bura göndərmişdi və biz də sevə-sevə bu ocağa təşrif buyurduq və istədik ki, belə bir vətənpərvər gəncimizin yanında olaq. Ürəkdən arzu diləyirik ki, sağ-salamat hərbi xidməti başa vursun, gəlsin, gənclərimiz sizdən örnək götürsünlər. Sağ geçsin, salamat gəlsin, bizi yaradan Allah onu qorusun. Bütün şəhidlərimizin ruhu onu qorusun. Ən gözəl. O gözə görünməz Allah o günü göstərsin ki sizə sağ-salamat, kişi qeyrətli, hərbi xidmətin başa vursun, şəhidlərimizə ləyaq, oğlan olsun, hərbi xidməti başa vursun, sağ-salamat gəlsin ata ocağına, onu qarşılayaq Seriş xanım deyən kimi, onu qarşılayaq, onun böyük toyuna hazırlaşaq. İnşallah, mən ümidvaram ki, belə də olacaq, ona görə ki, bu xeyirduanı bu gəncimizə, şəhidimizin, nur üzlü şəhidimizin nur üzlü atası verdi. Çünki şəhidlərimizin ataları, anaları mələk hesab olunurlar. Şəhid ailələri nə vaxt çağırırsa, biz təmənnasız onların yanındayıq. Hər işlərində. Şəhid adı harada varsa biz oradayıq. Allah kömək olsun.